Son vaxtlar çoxlarının qatarla üz tutduğu Şəkiyə bizim də gözümüzdən baxın. Biletləri canlı növbə ilə çox çətinliklə əldə etdik. Gecə saat 23:30-da qatar yola düşdü. Burada isə mənə ad günü sürpriz hədiyyə də etdilər. Sağ olsunlar, çox səmimi, güləriz personal var idi. Səhər saat 6-da biz Şəkiyə çatdıq. Dəmir yol vağzalında taksilər biraz baha qiymət oxuyurlar. Ya bol çağırın, ya da qiyməti öldürün. Bu vaxt yeganə açıq olan Nanəli restoranına üz tutduq. Burada səhər yeməyimizi yeyib düzəldik otelimizə. Giriş vaxtımıza hələ çox olduğundan əşyalarımızı orada qoyub getdik Xan Sarayına. Xan Sarayı ərazisində Diyarşünaslıq muzeyinə baş çəkdik. Qədim dövrü əhatə edən eksponatlarla zəngin olan bu muzeydən sonra digər əl işləri muzeyinə getdik. Bu şəbəkələrin gözəlliyi insanı sadəcə valeh edir. Gəlmişkən onu da deyim ki, buradan çox şey almayın, çünki çox bahadır. Günorta yeməyimiz və istirahətimiz üçün bizə qala oteli məsləhət gördülər. Buranın çox gözəl mənzərəsi var idi. Sanki bütün Şəki ayağımızın altındaydı. Sonra isə piti sifariş verdik. Çox dadlı piti idi. Hamımıza ləzzət elədi, çünki acından ölürdük. Bura mütləq gəlin. Otelimiz isə Şəki Palas şəhərin mərkəzində yerləşirdi. Düz Karvansaray ilə üzbəüz idi. Mərkəzdə yerləşdiyindən ona görə də çox yerə piyada gedirdik. Şəkidə çox sayda Çinli turistlərin olması diqqətimizi çəkdi. Otelin terrasında hər axşam canlı musiqi də olur. Şəkidə olasan, şirniyyatlarından dadmayasan. Həmin axşam gedib şirniyyatlarla çay içdik. Səhər yeməyindən sonra otelimizin düz yanında yerləşən miniatür muzeyinə də getdik. Növbə gəlib çatdı Karvansaraya. Burada da biraz şəkillər çəkdirib yollandıq Kiş məbədinə. Eramızdan əvvəl 1-ci əsrdə tikilən bu məbəd nəinki Azərbaycanda, bütün Qafqazın ilk Alban məbədi idi. Buradan da gəldik son vaxtlar Şəkidə məşhur olan Bəyzadə istirahət mərkəzinə. Hündür şam ağaclarının altında salınan söhbətgahlar, buranın sərinliyi həqiqətən ləzzət elədi. Günorta yeməyimizdə Şəkinin ən məşhur olan yeməklərindən biri toyuq çığırtmasının dadına baxdıq. Bura bir cənnət məkanıdır. İstirahət zonasında mini bir heyvanxana da var. Cins itlər, müxtəlif quşlar. Onları seyr elədikcə insanın gözü könlü açılır. Sonra 35 azayına çay dəstgahı sifariş verdik. Hansı ki, mürəbbə və Şəki şirniyyatları da bura daxil idi. Belə əziz dostlar, biz bura kollektivlə gəlmişdik. Bu gəzinti hər birimizdə çox xoş təəssürat yaratdı. Ümid edirəm sizi yormadım. Videonu bəyənib Şəkiyə getmək istəyən dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.